Bugün çox maraqlı görüş var. Copa del Rey yeganə final mərhələsinin cavab görüşü. Barcelona Atletico Madrid ilk görüşdə Atletico Madrid rəqibini 4-0 hesabı ilə darmadağın etmişdi. Bu hesabı çoxunuz gözləmirdiniz. Elə bugün də daha bir gözlənməz hesab qeydə alına bilər. Camp Nou-da. Çünki Barcelona comeback etməyə planlaşdırır. Klubun baş məşqçisi Hans-Dieter Flick mətbuat konferansında jurnalistin ona daha öncə söyləmişdiniz ki, biz comeback eləyəcəyik. Yenə də öz fikrinizdə qalarsınız, yoxsa yox. O bildirib ki, biz həmişə öz oyun stilimizi qoruyub saxlayan bir komandayıq. Topu daha çox özümüzdə saxlamaq, sərt hücumlar təşkil etmək bizim oyun tərzimizdir. Ona görə də mənim cavabım dəyişmir. Bugün biz comeback eləyə bilərik və buna inanırıq. Atletico Madrid komandasının baş məşqçisi Diego Simeone isə ilk görüşdə əldə olan nəticəni qorunmaq haqqında düşünür. Mütəxəssis maça 5-4-1 taktiki sxemi ilə çıxacaq. Böyük ehtimal. Oyun gecə saat 12-də başlayacaq. Maçla bağlı fikirlərinizi rəy bölməsində yaza bilərsiniz.